İslam Media TV təqdim edir. İstəhli tamaşaçılarımız, yenə sizlərin görüşünə gəldik. Bugün biz Borçalımızın qədim kəndlərindən olan Məscidli Görarxının tarixi keçmişi, adət-ənənəsi və milli mənəvi dini dəyərlərindən danışacağıq. Gürcüstan məkanındakı Türk-Azəri ellərinin hər birinin özünə məxsus tarixi keçmişi var. Müəyyən el obalarımızda etnik tarixi soybirliyi o qədər bütövlük, o dərəcədə vahidlik təşkil edir ki, vahid bütöv adda daşıyır. Görarxı gerçəkdən böyük qədim bir eldir. Bu elin əhalisi artıq 16.000-i ötüb keçmişdir. Görarxı adını tarixçilər müxtəlif formalarda təhlil etmiş və yenə də bu mövzu ətrafında müzakirələr aparırlar. Görarxı kəndi təxminən 40-10 quzey, 62-10 güney qütb qurşaqlarında, dəniz səviyyəsindən 510 metr hündürlükdə Alget və yaxud da Algət çayının sahilində, Yağlıca dağlarının güney ətəyində, Yağlıca düzəngahında qərar tutub. Rayon mərkəzindən 7-14 kilometr cənub-şərqdədir. Borçalıda ərazicə bir-birindən aralı iki Görarxı mövcuddur. Məscidli Görarxı və Dəmiyə Görarxı. 5 bölük elat olaraq daha məşhur olanı haqqında danışdığımız məhz Məscidli Görarxıdır. Ehtimal olunur ki, Borçalıda olan qədim məscidlərdən biri məhz bu kənddə olduğundan kəndin adı da elə Məscidli Görarxı kimi deyilib. Əziz tamaşaçılarımız, biz hal-hazırda Məscidli Görarxının məscidinin elə qarşısındayıq və inşallah Allahın izni ilə biz birazdan məscidə daxil olacaq və məscidin axırlığı ilə görüşüb bu kənddə, bu ildə, bu obada həm ibadətlərin bugün hansı vəziyyətdə olmağınla bağlı söhbət edəcəyik ki, eyni zamanda biz bildiyimizə görə bu məscid qədimi bir məsciddir və elə bu məscidin nə zamandan tikildiyi və o gündən bu günə istifadəsində, insanların istifadəsində olan bu məscidin haqqında inşallah söhbətimiz olacaq.
da qeyd elədiyimiz kimi biz artıq İmam Əli əleyhissalam adına olan məscidin içərisindəyik və yanımızda həm məscidin axundu, həm bu kəndin dəyərli ağsaqqalı və insanların xidmətində olan mollası bizim yanımızdadır. İnşallah bizim hər iki dəyərli şəxslərlə söhbətimiz olacaq. Əvvəlcə ilk öncə salamlayaq və onları tanıyaq. Əvvəlcə xoş gördük hər birinizi. Hoş gördük. İstəyərdik Ağsaqqal ilk öncə sizi tanıyaq, yəni tamaşaçılarımız tanısın, özünüz haqqında biraz məlumat verərdiniz. Mən özüm elə bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm və bu kənddə elə məktəbi də, orta məktəbi də bu kənddə qurtarmışam. Özüm kəndi məktəbi də qızıl medalla qurtardım. Sonra Bakıda ali təhsilimi orada aldım və qayıtdıqda demək bizim elə 7 bölük kəndin bir hissəsi olan Sabir kənd. İndi biz ona Məmgəldə deyirik. Orada 40'la yaxını mən orada müəllim kimi fəaliyyət göstərdim və orada mən fəaliyyətimə də böyük qiymət verdilər. Mənə ali dərəcəli müəllim adı verdilər və ondan sonra mən nəsə də belə deyək, cavanlıqda mən belə dinə, belə Allahımıza, dinimizə, şəriətimizə həvəsim çox olduğuna görə, böyük olduğuna görə mən həm də o din tərəfə 1995-ci ildən bu məscidimizdə mən fəaliyyət göstərdim və birinci dəfə Məşədi Əli, Axund Məşədi Əlinin vaxtında Allah şükür Paşazadənin təqdimatı ilə mən buraya təyin olundum və o vaxtdan bəri məsciddə mən fəaliyyət göstərirdim. Elə cəmaatın içində də həmişə dinimizin elmi cəhətini, mənəvi cəhətini məsələn izah eləyirəm. Ondan sonra Quranın elmi açılışlarını mən cəmaat həmişə təbliğ eləmişəm. El də sağ olsun həmişə də hörmətimi saxlayır, mən də cəmaatın hörmətini saxlayıram. Elə məscidimizdə də o, yəni onun kimi sağ olsun bu cavanlar, mən bunlara da ağsaqqallıq eləyirəm. İnşallah istəyərdim sizi, həm özünüzü yəni tanıyaq ki, harda doğulubsuz, harda istər orta təhsilinizi, istər dini təhsilinizi harda alıbsınız, tamaşaçılarımız da tanısın, ondan sonra başqa suallarımız olacaq. Öncə xoş gördük sizi, xoş gəlmişsiniz bizim elimizə, bizim məscidimizə. Çox şad olduq ki, siz gəlibsiniz. Mən Qoliyev Mahir Vəlxanoğlu, mən də həmçinin müəllimim buyurduğu kimi, ağsaqqalım dediyi kimi məscidi Görarxında dünyaya gəlmişəm və Alqeyd orta məktəbi, 2 nömrəli orta məktəbimi bitirmişəm və eyni zamanda dini təhsilimdə Marniyol İmam Rıza mədrəsəsinin məzunuyam. Və nə zamandan artıq siz bu məsciddə xidmət edirsiniz bir axund kimi? Biz rəsmi axund olaraq hardasa 2014-cü ildən, amma əvvəllər də 2008-dən, 2009-dan burada pişnamaz kimi, imam cəmaat kimi xidmət eləyirəm. İstəyərdik biraz bizə məlumat verəsiniz. Eldə, obada, bu məsciddə əzan verilirmi, cəmaat namazı bərqərar olunurmu? Bəli, elə məscidin ki, müəllim də buyurdu ki, əsaslı təmirindən, son dəfəki təmirindən Allah canını sağ eləsin. Elimizin xeyirxah oğlu ki, Azərbaycanda iş adamıdır. Onun sayəsində, bugünkü gündə onun sayəsində ki, indi gördüyünüz kimi təmir olunur. Onun təmir etdiyi bir vaxtdan bəri hər gün demək olar ki, günorta və axşam əzanları çəkilir və eyni zamanda da cəmaat namazı yerində olduğu kimi gözəl şəkildə günbəgün də artmaqdadır. Dərs necə? Ümumiyyətlə, burada məsciddə dərs deyilib, indiyənə qədər və bu gün də davam etdirilirmi? Bəli, bu günə qədər az da olsa, amma dərs deyilib, amma bu günlər daha da gözəl şəkildə həm də xanımların dərsi üçün bu bizdə doğrudan əlamətdar bir haldır ki, xanımların biraz məscidə məhrəmlikdən məhrəmliyə gəlməsi idi. Amma çox şükür ki, bu günlər tədbirlər keçirilir ki, tədbirlərdə gəlirlər, iştirak eləyirlər. Eyni zamanda da dərs qoyulub ki, dərslərdə iştirak eləyirlər. Bir sualım da olacaq sizə, xüsusən bu elin, bu obanın
insanlarla kəbinə münasibəti necədir? Kəbin kəsilirmi məsciddə? Bəli, kəsilir. Əvvəllərə nisbətən bu gün əlhəmdülillah çox fərqlidir. Əvvəllər 1-2 nəfər il ərzində müraciət eləyirdisə də, artıq bu dəfələrlə çoxalıb. Bir xoş hal da bundan ibarətdir ki, həmişə toy içində kəsdirədilər ki, gələrdilər məscidə. Amma şükür Allaha bu gün gənclərin əksəriyyətinə daha doğrusu çatıb ki, nişanlanan kimi kəbinlərini kəsdirirlər. Bəli. Gözəl məlumatlar bizi məmnun elədi. Biz sizə təşəkkürümüzü bildiririk. İnşallah sualımız birazdan yenə olacaq. Bu kənddə əvvəllər məhərrəmlik məclisləri necə qurulurdu? Çətin dövrlərdə biz bilirik ki, bir çox kəndlərimiz, ellərimizdə məhərrəmlik məclislərinə imkan verilməyən zamanlar olub. Bu zamanları siz necə keçmişsiniz, necə görmüşsünüz? O vaxtda Bircə şey deyim ki, bizim bu kənd Meşli Göraq kəndi doğrudan da indi öz kəndimizdir deyim, tərif kimi olmasın. Biz həmişə də bu kəndin özü dinə bağlı olur. Məhərrəmliyə də bağlı olur. Yəni məhərrəmlik də dedikdə, yəni İmam Hüseyin əleyhissalamın məsələn şəhid olmasına əlaqədar mərasim keçirilmək barədə 10 gün çətinlik də olsa, nə cür olsa da bizim burada bu kənddə belə təzyiqə də baxmayaraq, ondan sonra təqibə də baxmayaraq keçirilib həmişə. Keçirilib. İndi də inşallah da azadlıq verilir dinimizə, Allahımıza qayıdış yeri yerindədir. Bu da yenə deyirəm, bizim özümüzün təbliğimizlə asılıdır. Çox gözəl. Allah sizdən razı olsun. İnşallah bizim sizə başqa sualımız olacaq ki, burada Qeys Həzrətlərinin ziyarətgahıyla bağlı. Ona qədər yenə bizim Axundağanla bir neçə sualımız olar inşallah. Axundağan bizi bir şeydə maraqlandırır. Bu günlərdə məsciddə hansı məclislər keçirilir? Təvəllüdlər və ya şəhadətlər, yəni bu cür mərasimlər məsciddə keçirilirmi? Bəli, bu cür mərasimlər keçirilir. Təvəllüdlər əsasən çox keçiririk ki, biraz cəmaəti, xüsusən cavanları ki, məscidə cəlb eləmək üçün xüsusən təvəllüdləri biraz geniş keçiririk. Bir də qaldı ki, şəhadətlər də keçiririk, amma az-az keçiririk. Bəli, möminlərlə bir yerdə. Xüsusən də ki, məhərrəmliklərdə ta 40-na qədər ki, istəyirik ki, möminlərlə və ya heç qeyri-mömin gənclərlə də ki, bir araya yığaq. Eyni zamanda belə bir proqramımız da var ki, cümə günlərinin axşamı alimləri dəvət edirdik ki, möminlər, başqa cavan qardaşları dəvət edirdik ki, maariflənsinlər. Ramazan ayı necə, bu kənddə necə qeyd olunur? Yəni, oruç tutanlar ümumiyyətlə bu kənddə olurmu? Məscidin özündə Ramazan ayında hansı məclislər olur, xüsusən Qədir gecələri, bunlar qeyd olunurmu? Bəli, Ramazan ayı ki, çox gözəl şəkildə keçir. Nəinki möminlər, hətta mömin namaz əhli olmayanlar da belə Ramazan ayına daha da üstünlük verirlər, oruç tuturlar və eyni zamanda dualar eləyirlər məscidlərdə. Həmişə baxırsan ki, namaz qılmır, amma oruçludur, dua eləmək üçün gəlib. Eyni zamanda da ki, çox şükür ki, Qədir gecələrdəki nəinki möminlər, hətta heç qeyri-möminlər möminlərdən daha çox təşkil eləyir ki, Qədir gecələrində xüsusən gəlirlər. Gözəl. Allah müvəffəq eləsin inşallah sizləri. Biraz bayaq dediyimiz kimi Qeys Həzrətlərindən danışardıq. Biz bilirik ki, bu kəndə yaxın bir ərazidə Həzrət Qeysin qəbri, məqbərəsi, qəbri yerləşir. İstəyərdik o haqda bildiyiniz qədər bizə məlumat verəsiniz və bu cəmaatın ora ziyarət etməsindən bağlı bizə məlumat verərdiniz. Həzrət Qeysin oradakı biz indi pir deyirik. Bu Yağılcanın ətəyində orada müqəddəs nətərdə onun yerdir. Pir adıyla məşhurdur. Cəmaat oraya niyyətlər edir. Nə qədər niyyətlər edir, Allahın niyyətini qəbul eləsin. İnşallah onun niyyəti də yerinə yetirir. Oraya nəzərlər aparılır və s. və s. Həmişə müntəzəm olaraq, yəni biz
o yeri buna Sultan-ı Qeys də deyirlər. Bəli. O deyilənə görə mübarək Əli əleyhissalamın əsabələrindən olur və o buraya Gürcüstan civarına göndərilib, həm də onun sərkərdəsi olub və müəyyən olaylar nəticəsində o bura ən nəhayət dünyasını dəyişib və indi bizim o Yağaca dediyimiz o yerdə o uyuyor və onun o müqəddəs ruhuna görə niyyət eləyib gedənin niyyəti həmişə də yaxşı formada, yaxşı nəticədə də alınır. Çox sağ olun. Biz sizə təşəkkürümüzü bildiririk hər ikinizə. Allah sizdən razı olsun. Allah hər ikinizə bərəkətli ömür versin inşallah. Allah sizi bu ildə, bu obada müvəffəq eləsin inşallah ki, yenə Allahın verdiyi ömür boyunca bu insanlara, bu dinə xidmət eləyəsiniz. Sizə təşəkkürümüzü bildiririk. Sağ olun. Beləcə bizi maraqlandıran bütün suallara məscidin axundundan və kəndin dəyərli ağsaqqalından cavab aldıqdan sonra məscidli görarxında gəzintimizi davam etdiririk. Kəndin mənzərələrini seyr edə-edə maraqlandıq ki, görək bu elin şairindən, yazıcısından kimi tapa bilirik, kimlə həmsöhbət ola bilirik. Gəlib kəndə xüsusi gözəllik verən Ayvaz Həsənovun adına salınan parkda iki dəyərli ziyalılarla görüşdük və onlarla həmsöhbət olduq. Dəyərli tamaşaçılarımız, biz artıq Məscidli Görarxındayıq və Məscidli Görarxının Ayvaz Həsənov adına parkında əyləşmişik və bizim yanımızda bu kəndin, bu elin dəyərli şairləri əyləşiblər. İnşallah əvvəlcə onların özlərini tanıyacaq və ondan sonra onların həyatından və həyat yaradıcılığına nəzər salıb inşallah ətraflı sizlərə təqdim eləyəcəyik. İlk öncə dəyərli ağsaqqalımızdan başlayaq. İstəyərdik özünüzü həm bizə, həm tamaşaçılarımıza təqdim eləyəsiniz. Mən Balakişi Vəli Qayivoğlu. Görarx kəndindən anadan olmuşam. 62-ci ildə bu məktəbi qurtarmışam. Agit 2 nömrəli məktəbi. Sonralar Yerevan Kənd Təsərrüfat Texnikumunu, sonra institutunu qurtarmışam. Ümumiyyətlə, şairlik həvəsimi deyək. Bu şeir yazmaq sizdə nə zamandan baş verdi? Şeir yazmaq məndə uşaq vaxtından baş verir. Amma işlərimlə əlaqədar olaraq bu işi davam elətməmişəm. Ara sıra şeirlər yazmışam. Hazırda sizin hər hansı bir şeirlərinizdən ibarət bir kitab mı deyək, nəsə belə bir şeyiniz varmı və ya düşünürsünüzmü? Kitabım yoxdur. Kitabım yoxdur, yox. Düşünürsünüzmü? Yəni irəlidə elə bir şey? Olacaq, irəlidə olacaq. İnşallah. İnşallah. İnşallah birazdan biz sizin şeirlərinizdən istəyəcəyik. Əvvəlcə ona qədər növbəti şairimizi, müəllimi tanıyaq. Şair, sizi də xoş gördük. Sağ olun. İstəyərdik sizi də tanıyaq, tamaşaçılarımız tanısın, biraz özünüz haqqında məlumat verərdik. Mən Aslan Görarxlı 1960-cı ildə Görarx kəndində olmuşam. Görarxın adını daşıyıram. Yəni bu məscidi Görarxın adını daşıyıram. Artıq 8 kitab müəllifiyəm. Kitabın biri rus dilində dərc olunub. Pesnya immigranta. Həmin kitaba görə Çeliyəmsiz Zakirli Sabranənin, yəni qanunvericilik orqanının mükafatı laureatı olmuşam. Bu yaxınlarda 15 illikdə şəhər Qalava administrasiyanın yenə fəxri fərmanı ilə təltif olunmuşam. Artıq 23 ildir Çeliyəmsiz vilayətində yaşayıram. Orada Ozan Cəmiyyətinin sədr müaviniyəm, Ozan qəzetinin redaktor müaviniyəm. Və kitablarımın da adından məlum olduğu kimi həmişə qürbətdən, vətəndən, vətən deyə, torpaq deyə, vətən həsrətindən yazmışam. Birinci kitabım Bakıda İşıq nəşriyyatında dərc olunub. Bu torpaq mənimdir. Kitabı idi 93-cü ildə. Qalanı isə Çeliyəbinizdə Lura nəşriyyatında Azərbaycan şöbəsində Azərbaycan dilində. Yəni tarixdə ilk dəfədir ki, Çeliyəbinizdə Azərbaycan hərflərlə Azərbaycanda kitab dərc olunub. Öz kitablarımdan başqa bir neçə şairənin kitablarını buraxıb redaktorluq eləmişəm.
Şeirə də 12 yaşından başlamışam. Yəni burada hamıya məlumdur ki, 72-ci illərdə bura yol çəkiləndə, qrant çəkiləndə birinci şeirim yadımdadır, deyir. Yollar çox möhkəm düzəldi, çox çəkmədi, qrant gəldi. İndi baxın, nə gözəldir bizim Görax kəndimiz. Yəni uşaq şeirimdir, o dəqiq yadımdadır. Çeləm vilayətində hal-hazırda yaşayıram. Orada yaşasam da qəlbim Borçalılarla döyür, Görax elinlə döyür, Borçalı torpağıyla döyür. Mən hər yay kim hansı sanatoriyaya getsə də mən ən yaxşı sanatoriya, cənnət, yəni Borçalı gəlib Borçada istirahət edirəm. Şeirlərimlə də ki, artıq yenə rus dilinə tərcümə olunur. Amor təşkilatı tərəfindən sponsorluqçısı olunur. Bir kitabım çıxdı. Kitabın adı Kaş ki sevəydi məni gənclər üçün. Amor təşkilatına da özünüz bildiyiniz kimi Leyləli və rəhbəri eləyir. Yəni o bizim cəmiyyətin nəzdindədir. Amma onun təşkilat Moskvadadır. Yəni hər oblastda Amor təşkilatının, yəni Azərbaycan Gənclər İttifaqının Rusiyada olan Azərbaycan Gənclər İttifaqının təşkilatları var. Onların xahişi ilə bir kitab buraxmış. İndi isə mənim qoltuq ağacı poemam rus dilinə tərcümə olunur və yaxın gələcəkdə Allah qoysa Rus, Azərbaycanda hər iki dildə həmin kitab dərc olunacaq. Yəni bir kitabın içində hər iki dildə. Ki iki oxucu da oxuya bilsin. Harada Azərbaycanlılar sıx məktəblərdə oxuyur, məktəblərə paylanacaq. Kitablar pulsuz paylanır. Özü də qonaq gəlmişik və hər gələndə məscidimizə baş çəkirik. Eyvaz Dursunoğlu'nun həm məzarına, həm heykəlinə baş çəkirik. Əmir Hasılovun heykəlinə baş çəkir. Və bunların hamısının qoyduqları zəhmət, əməkləri itməsin deyə hamısının hər birini mən öz kitabımda tarixa salmışam və mənim borcum, mən sağ ol gözləmirəm. Çünki o mənim borcum bir şair kimi yaşatmaq. Elə də yaxın gələcəkdə bu elimizə, obamıza, Borçalı torpağına kimlər qağı göstərəcək, bizim borcumuzu yazacağıq və tarixa salacağıq sizinlə bir yerdə. İnşallah. Biz çox sevindik. Həqiqətən sizin bu uğurlarınızı, saydığınız uğurları eşitdik, sevindik ki, Borçalımızın dəyərli bir insanı məhz Rusiyada bu cür fəaliyyətlərdədirlər və onları da qiymətləndiriblər. Və inşallah ki, bundan sonra da sizdən bax bu cür uğurları gözləyəcəyik Allahın iznindən. Bizim inşallah dediyimiz kimi sizin o yazdığınız şeirlərə müraciətimiz olacaq. İstəyərdik yenə Ağsaqqalla biraz söhbət edək. Ağsaqqal, yazdığınız şeirləriniz əsasən hansı səpkidədir, hansı mövzuda şeirlər yazırsınız? Yəni ümumi mövzudadır, yoxsa Ümumi mövzudadır. Çoxu dini şeirlər yazmışam, dini şeirlər. Sizin mən bildiyimə görə jurnallarda səhv eləmirəmsə şeirləriniz çıxıbdı, olub? Bəli, olubdur. Əhl-Beyt jurnalında olubdur. Sonra Ozan qəzetində olubdur. Region Press qəzetində olubdur və belə. Gözəl. İstəyərdik o şeirlərinizdən hansı qəlbinizə daha yaxındır, daha belə deyək, yaddaşınızda bu dəqiqə var. O şeirlərdən birini elə tamaşaçılarımız üçün səsləndirək. Deyir, səfalı yerləri gəzmək istəsən, dolan Borçalıda, gəz Borçalıda. Sənətə məhəbbət, qonağa hörmət, kebab Borçalıda, köz Borçalıda. Bir yan dağlardır, zirvəsi qarlı, bir yan bağça bağ, meyvəli barlı. Eli, obaları, dövlətli varlı, yazdıqca yorulma, yaz Borçalıda. Çox ağır yığınaqlı keçir toyları, hər axşam bir evdə payız ayları. Gözəl gəlinləri, yiğit bəyləri, eyləyir bir-birinə naz Borçalıda. Ustad aşıqlar var sinəsində saz, məclisini dinləyənlər yorulmaz. Doğru sözü düz ilqarı qırılmaz, yiğitlər qoyubdu iz Borçalıda. Şair nəvi ətrini duyarsan, ağacan şeirindən çətin doyarsan. Zəlmixanı heç əldən mi qoyarsan, yaşayıb yaradır söz Borçalıda. Gör arxıda axtar qəmli əlini, ürəyi geyin gözün əmli əlini. Könül sazı zilli bəmli əlini, yaşayır əhdinə düz Borçalıda. Gözəl, Allah sizdən razı olsun inşallah. Bir də dini səpkidə olan şeirlərinizdən birini istəyərdik, onu da səsləndirərdik. Deyir, vəsf eləmək çox çətindir, sığmır dastana işlərin. Dara düşən insanlara kömək olansan, ya Əli. Dərdli qəmli insanların kədərinə şərik oldum. Düşmənlərin ürəyinə qorxu salansan, ya Əli. Kəbə evi bütlə dolu bir ambarı andırırdı. İslam olan hər bir kəsi bu mənzərə yandırırdı. Bütpərəstlər möminlərin ocağını söndürürdü. Bircə o bütləri etdin viran sən, ya Əli. Çox gözəl, məmnun olduq. Həqiqətən gözəl səpkidə şeirləriniz var.
Biz sizə bundan sonra uzun ömür arzulayırıq. İnşallah bundan sonra da yenə yazıb yaradasınız Allahın izni ilə. Və keçək şairimizin dediyi, bayaq sadaladığınız şeirlərdən istəyərdik səsləndirəsiniz. Deyir, gəlirəm qoynuna, aç qollarını, mən dönüb qanatlı quşa, gör arxı. Bürüyüb ağdona qar yollarını, düşüb görüşümüz qışa, gör arxı. Məscidli adını eşitdik canlı, namuslar qordun dedilər qanlı. Ramizin, Dursunun, şöhrətli, şanlı, çəkilər hər yanda başa gör arxı. Olub xeyriyyəçin Məşədi Əhməd, Əmraha, Rəşidə, Eyvaza rəhmət. Aşıq Ələsgərə, amana zəhmət, oxuyar tərifin qoşa gör arxı. Xatın oğlu alı sevməzmiş minnət, quşu gözdən vurub o yeri cənnət. Götürsə tüfəngin gəncəli hümbət, çıxmazmış gülləsi boşa gör arxı. Alca adında söykəndin dağa, bənzərsən bağçıya, bənzərsən bağa. Ayağım çırmayam, yağışlar yağa, al getin sel suyu daşa gör arxı. Evlat məhəbbətin deyilmiş ani, dostların vüqarlı, düşmənin cani, sənə körpü saldı oğlun xəqanı, gətirib qalbimi düşə gör arxı. Orada siz xüsusi şəxslərin adlarını çəkdiniz və istəyərdik təbii ki, nə biz, nə tamaşaçılarımızın bir çoxu tanımır o şəxsləri, amma onların bu el üçün hansı xidmətlər olubduğu xidmətləri qısaca bir məlumat verər. Əlbəttə gözəl sualdır, təşəkkür edirəm. Eyvaz Dursunoğlu, yəni bu Borçalı tanımayan adam yoxdur. Haqqında kitabda çıxıb, yəni uzun izahata ehtiyac yoxdur. Heykəlini də bu yanımızda görürsünüz və onun bağında oturub çıxış eləyirik. Ramiz Dursun onun evlatlarıdır. Hər ikisi ziyalımızdır. Yəni Coraxının ziyalılarıdır, Borçalının ziyalılarıdır. Fəxridir, yəni fəxr eləyirik. Deməli, xeyriyyəçi Məşədi Əhməd həmin məscidin təmirində vaxtı ilə iştirak eləyib. Yəni sponsor və xeyriyyəçilik eləyib. Ondan bir xeyriyyəçi kimi çoxları sonralar ondan dərs götürüb. Sonra Əmrah Aslanov 3 şöhrət nişanı ordenli deyən Sovet İttifaqı qəhrəmanıdır. Qəhrəmanıdır orada adı çəkilən. Sonra Xatın oğlalı gözəl güllə atanlardan o vaxtın biri olub. Yəni sədəsi pusatda hər yerdə gəlir və yaşadırlar, yaşadırıq. Qaldı o aşıqlar, burada Aşıq Ümbətdir, Aşıq Ələsgərdir, Aşıq Amandır, yəni Səməndərdir. Bunlar da həmən bu şeirləri sevə-sevə toylarda oxuyurlar, sağ olsunlar. Mən yazıram və onlar da təbliğ edirlər. Mən təşəkkür edirəm. Elə də Ramiz məscidimizə tez-tez xeyriyyəçilik eləyir, köməkdarlıq eləyir məscidimiz təmirinə. Və mən də Coraxlılar adından bir şair kimi bir daha təşəkkür edirəm. Qoy xeyriyyəçilərimizin sayı daha artsın. Və məscidli deyəndə də yəni kəndimizi bu məscidin adından tanıyırlar vaxtı ilə məscidli Coraxı deyə. Elə qədim məsciddir. Yəni körpəliyimdən artıq 56 yaşım var. Mən gözüm açandan bu məscidi görmüşəm. Elə də mənim babam görüb, bəli, mənim babam da gözünü açıb görüb və yaşayacaq, yaşadacaq. Yəni insan ölümündən sonra yaşamalıdır. Yəni bu ideya ilə yaşasaq, əlbəttə bizim də gələcəyimiz o hamının şairin də, yazıçının hamının da gələcəyi olacaq. Çox sağ olun. Mən hər ikinizə təşəkkürümü bildirirəm. Sizlərə minnətdarıq və Allahdan sizə bərəkətli ömür arzu edirik. İnşallah bundan sonra da gözəl şeirlərinizi oxucularınız həm biz gözləyərik Allahın izni ilə. Biz sizə uğurlar arzulayırıq və dediyimiz kimi çox sağ olun. Minnətdarlığımızı bildiririk. Dəyərli tamaşaçılarımız, Məscidli Coraxında dəyərli şairlərlə görüşümüz burada yekunlaşır. İnşallah ki bizim elə bu kənddə, bu eldə də verilişimiz burada tamamlanır və Allahın izni ilə növbəti kəndlərimizdə görüşmək ümidi ilə. Sağ olun, Allaha əmanət olun. İstəkli tamaşaçılarımız, dəyərli ziyalılarla söhbətdən sonra sağollaşıb Sabir kənd məscidinə yol alırıq.
Dəyərli tamaşaçılarımız, bayaq da qeyd elədiyimiz kimi biz artıq Sabirkənd məscidindəyik, İmam Kazım əleyhissalam məscidindəyik və bu məscidin hazırda bizim yanımızda bu elin, obanın dəyərli belə deyək, ustadı yanımızdadır. İnşallah bizim ağayla söhbətimiz olacaqdır. İstər məscidin haqqında, istər bu məsciddə olan fəaliyyətlər barəsində, istərsə də ağanın özünü haqqında. İnşallah əvvəlcə ağanın özünü tanıyaq. Salam aleyküm ağacan, xoş gördük. Salam, xoş gəldiniz. Təşəkkür edirəm. Bismillahirrahmanirrahim. Mən Hacı Hacıyev 1983-cü ildə Marnel rayonunun Sabir kəndində anadan olmuşam. Orta məktəbi bu kənddə bitirdikdən sonra 1998-ci ildə eyni zamanda orta məktəbdə oxuya-oxuya dini təhsil almaq üçün Marneolidə yerləşən İmam Rıza əleyhissalam mədrəsəsinə qəbul oldum. Və 2002-ci ildə o mədrəsədə təhsilimi bitirdikdən sonra qısa bir müddətli təbliğat fəaliyyətinə başladım. Təhsilimi davam etdirməkdən ötürü yenə 3 il Rəsul-i Əkrəm adına olan Cəmiyyətül Mustafanın nümayəndəliyi Rəsul-i Əkrəm adına olan mədrəsədə ki, Ponicalada yerləşir, orada öz təhsilimi davam etdirdim və təhsilimi başa vurduqdan sonra diplom işini yazmaqdan ötəri İran İslam Respublikasının Müqəddəs Qum şəhərinə getdim və 2 ay 10 gün orada qalıb bir dənə Həzrəti İmam Zaman əleyhissalamın haqqında olan Həzrəti Məhdinin hökumətinə bir baxış adlı bir kitab ki, Ayətullah Şeyx Təbəsi ağanındır. Onu Azəri dilinə tərcümə elədim və onu da mənim diplom işim kimi Cəmiyyətül Mustafa Universitetinin müdiriyyəti tərəfindən qəbul elədilər. Hal-hazırda isə 2004-cü ildən Marneoli mərkəzi şəhəri İmam Əli əleyhissalamın adına olan məsciddə imam cəmaatam və eyni zamanda bir ildən artıqdır ki, Məqam Müəzzəmi rəhbəri Seyyid Əli Xameneyi, Ayətullah Uluzma Seyyid Əli Xameneyi ağanın dəftərxanası tərəfindən imam cümələrdən biri olaraq həmən məntəqənin imam cüməsi təyin olunmuşam və eyni zamanda yenə İmam Rıza əleyhissalamın adına olan mədrəsədə və Əhl-i Beytin nəzdində fəaliyyət göstərən xanım Fatimə-i Zəhra Salamullah əleyhanın adına olan mədrəsədə müxtəlif fənlər haqqında dərslər deyirəm. Bayaq qeyd etdiyim kimi o cümlədən İslam tarixi, Quran təfsiri, Fars dili və Quran dili kimi tədrislərlə məşğulam. Çox gözəl, ağacan, Allah sizi var eləsin, Allah ömrünüzə bərəkət versin inşallah. Biraz istəyərdik bu elin, bu obanın, belə deyək, bugünkü vəziyyətindən, durumundan, yəni məsciddə olan vəziyyətdən bizə danışasınız. Ona da aydınlıq gətirək ki, siz bu məsciddə nə kimi fəaliyyət göstərirsiniz və bu məscidin axundu sizsiz və ya başqa şəxs varmı, tamaşaçılarımız da bunu bilsin? Bəli, bu kəndin dini durumunu əgər mən siz qardaşa anlatsam, cəmaatın dini durumu baxmayaraq ki, 70 il Sovet hakimiyyəti rejimində yaşamışdılar, amma ona baxmayaraq bu kəndin cəmaatı çox imanlı və çox inanclı bir xalq olublar. Baxmayaraq ki, namaz qılmasalar da, oruç tutmasalar da, Həzrəti İmam Hüseyin əleyhissalamın adını öz evlərində qeyd ediblər. Hətta çətinlik olsa belə də, hətta bəzi vaxtlar bizim ağsaqqallardan eşitmişəm ki, deyirlər bir Sovetlər dönəmində bəzən yola polis və bir gözətçi qoyardıq ki, polis gəldiyi zaman bizə xəbər versin ki, bəs hökumətdən kimsə gəlir. O şəkildə bəli, qadağan idi, amma ona baxmayaraq insanlar evlərdə və başqa bir məkanlarda Həzrət İmam Hüseyin əleyhissalamın adını zikr edərdilər və müqəddəs tutardılar. Amma bizim kəndimizin dəyərli ruhanisi və alimi Hacı Əziz müəllim ki, getdilər Suriyada təhsil aldılar və eyni zamanda Bakı İslam Universitetinin məzunudurlar. Onlar təhsillərini başa vurub qaydanda Gürcüstana mədrəsəyi təsis elədilər.
1998-ci ildə İmam Rıza adına olan mədrəsəyi təsis elədilər. Ondan sonra bizim kəndin taleyi haqqında bir balaca məscid də olsun deyə düşünürdük ki, nə iş görə bilərik. Mən o zamanlarda tələbə idim özüm mədrəsədə və bu gördüyünüz məscid ki, İmam Kazım əleyhissalamın adına olan bir məsciddir. Bu məscid ticarət obyekti olub əvvəllər və biz bu ticarət obyektini müraciət elədik. Baxmayaraq ki, çox çətinliklərlə üzbəüz gəldik və bunun son sahibi ilə biraz münaqişələr oldu. Amma əlhamdülillah çətinlik də olsa bu məscid 2001-ci ildə artıq məscid elan olundu və dediyim kimi Hacı Əziz ağanın və bir neçə kənd ağsaqqallarının vasitəsindən, o cümlədən Omarov Oruc, Həsənov Ziyadxan, Həsənov Rəfi, Həsənov Xanəli, Hacıyev Kamil və Məmmədov, üzr istəyirəm, Abdullayev Məmməd və başqa Ursetdə yaşayan qardaşlar ki var idilər, onların köməkliyi ilə, dəstəyi ilə bir balaca da olsa və biz də bu işdə özümüz az da payımız olsa çalışdıq ki, kənddə belə bir məscid olsun, insanlar yığılsınlar. Əlhamdülillah bu məscid də ki görürsünüz, balaca da olsa gözəl bir səliqəli şəkildədir və təşkil olundu, insanların xidmətindədir. Adının qoyulmağının da çox bir gözəl macərası var ki, onu da istərdim sizin xidmətinizə çatdıram. Bunun dokument işləri heç düzəlmirdi. Yəni çox get-gəl oldu oraya buraya. Həzrəti İmam Kazım əleyhissalamın təvəllüd gününə təsadüf elədi. Bəli, həmən ərəfələrdə düzəldi. Dedi ki, İmam Kazım ağanın ad günündə düzəlib bunun dokument işləri. Biz də gələk elə İmam Kazım əleyhissalamın adını qoyaq məscidə və ona görə də məscidin adını İmam Kazım əleyhissalamın adından bağladıq və əlhamdülillah bu məsciddə cəmaət namazları qılınır. Az bir şəkildə də olsa Quran dərsi var. Ramazan ayında Qədir gecələrinin üçü də qeyd olundu və Məhərrəm ayının 10 günündə insanlar gələrlər, moizə olar, rozə oxunar, mərsələr oxunar və eyni zamanda bu məscidin özünün bir balaca fondu da var, əlhamdülillah. O fond da cavanların tərəfindən, elimizin obamızın tərəfindən dəstəklənir və məscidin nəzdində nəzir qutusu var ki, o qutu da yəni kontrol olunur və buranın axundu var ki, o mənim özümün tələbə yoldaşım olub, Nəbiyev Ceyhun, Qum Elmiyyə Hovzəsinin fariqü təhsillərindəndir, orada təhsil alıb. Yaxşı qardaşdır, ehtiramən mənə dedi ki, yəni mən sizdən önə keçmək istəmirəm, siz mənim böyük qardaşımsınız, mən də bir xahişini qəbul elədim, dedim ki, eybi yoxdur, qardaşlar gəlsinlər, mən sizin əvəzinizdən onlara bir müsahibə verərəm. O da qəbul elədi, mən də qəbul elədim. Hal-hazırda buranın axundu o qardaşdır ki, Nəbiyev Ceyhun və eyni zamanda İmam Rıza mədrəsəsinin, Hacı Əzizin elə bil mədrəsənin təhsil bölməsi üzrə müavini vəzifəsində fəaliyyət göstərir. Gözəl, Allah razı olsun hər işinizdən inşallah. Biraz da bu kənddə hal-hazırda biz dedik bu məsciddə məclislər qeyd olunur, xüsusən məhərrəmlik və bəzi təvəllüd mərasimləri. Bu kənddə məsələn kəbinə münasibət necədir? Kəbin kəsdirənlər olurmu? Bəli, bu məsciddə kəbin kəsdirməyə gəlməsələr də, məscidin özünün hələ şəraiti tam o həddə uyğun olmasa da, Ceyhunun özünə və kənddə başqa bir oxumuş qardaşlar var. Burada bizim bir dənə tələbəmiz var ki, Tural Həsənov, o da mədrəsənin fariqü təhsillərindən təhsil alıb. Ona müraciət edirlər, Nəbiyev Ceyhuna müraciət edirlər, mənə müraciət edirlər. Bəli, cəmaatın artıq əvvəlkinə nisbətən bu kəbin mərasimlərinə diqqəti daha da çox artıb. Amma bunu da qeyd etmək yerinə düşərdi ki, məsələn, mənim özümün rəhmətlik nənəm deyərdi ki, mən öz evladlarımın kəbinini aparıb Gəncədə filan axunda oxutdurmuşam. Yəni, bu kənd cəmaatı, ağsaqqallar xüsusən kəbinsiz toyu batil toy bilərdilər. Baxmayaraq ki, el oba bilirdi, bunlar nişanlıdırlar, üzük taxılıb. Yəni, cəmaatın əksəriyyətinin əqidəsi var ki, kəbin kəsilməlidir və hətta bəziləri deyirlər ki,
üzük taxılan günü gələk kəbin oxunan, ondan sonra oxunsa çox gecdir. Bəli, yəni diqqət yetirilir kəbin mərasimlərinə. Çox gözəl. Allah sizləri müvəffəq eləsin inşallah. Bu eldə, bu obada Allah ömrünüzə bərəkət versin. Biz sizə təşəkkürümüzü bildiririk. Bizi burada qonaq elədiniz və bizə gözəl məlumatlar verdiniz. Çox sağ olun. Allah sizdən razı olsun. Mən də zəhmət çəkib gəldiyinizə görə bütün İslam Media TV kanalının işçilərinə, operatoruna və siz əziz qardaşıma və bütün o heyətdə zəhmət çəkən qardaşlara, bacılara hamısına dərin təşəkkürümü bildirirəm ki, gözəl bir iş görürsünüz, dəyərlərimiz verilişi, mən izləyirəm, hər bir kəndə gedirsiniz. Bu bir dənə tarixdir. Allah sizin də bu işinizə, ömrünüzə və əqlinizə və canınıza inşallah bərəkət versin ki, bu yolu daha da gözəl şəkildə davam etdirəsiniz və inşallah Allah Teala bu yolu hamılarımızdan qəbul eləsin və inşallah Mövlamız, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunu da təcil eləsin. Təşəkkür edirəm və selamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz tamaşaçılarımız, burada Görarxı Ərazi Birliyində verilişimizin birinci hissəsi yekunlaşır. Görarxı Ərazi Birliyinin növbəti kəndlərində görüşmək ümidi ilə sağ olun, Allaha əmanət olun.